insanın mənəvi aləmi necə olmalıdır? Mən də dəyərli izləyicilərimizi Allahın gözəl salamı ilə salamlayıram. Sağ olun. Canım müəllim, təbii ki, dünyada bugün kosmosa böyük tədqiqat üçün gedən peyklər, böyük müzakirələrə səbəb olan varlıq aləmində tədqiqatlarla məşğul olunur. Bəzən bu istiqamət yerin altına aparılır. Yerin altında arxeoloji qazıntılar və yerin bətnindən çıxan bir çox mədənlərlə insanlar üzbəüz qalır. Bəzən bu dəryaların, dənizlərin içərisində araşdırmalar aparılır. Bizim bugünkü mövzumuz Həzrəti insanın məna dünyasına bir qavvas kimi enmək, onun daxili aləmindəki cövhəri çıxarmağa bir təşəbbüs kimi də qiymətləndirilməlidir əslində bir yönü ilə. İnsan və onun mənəvi dünyası. Təbii ki, insan dediyimiz bu əsər Xaliqin şah əsəridir və sadəcə göründüyündən daha çox onun görünməyən bir aləmi var. Bir yönü ilə insanın maddi varlığı onun məna aləminə olan bir pərdədir. Əsl sir, əsl hikmət, əsl məna insanın qəlbi və ruhu həyatındadır. Bu baxımdan bir insanın mənəviyyatı dediyimiz zaman məna aləminə necə yönələ bilirik? Açığı bu da bir sənətdir. Biz vəhin endiyi bir yerə yönəlmək istəyirik və özəlliklə biz insan dediyimiz zaman yaradanı tanıyan, onun sənət əsərlərini daha dərindən idrak edən bir varlıqdan bəhs edirik. Bəzən bunun adına biz əslində bəzən deyir, kitab buna mömin insan deyir, inanan insan deyir. İnanan insan özünü yetişdirir, formalaşdırır, şəkilləndirir, bir kimlik qazanır. Əslində mənəvi insan Allahın qarşısında bir kimlik qazanmış insandır. Belə bir insan əslində nəfsin əngəllərindən aşan, şeytanın təmayüllərini bir tərəfə buraxan, dünyavi bütün sərhədlərdən aşıb keçməyi bacaran bir insandır ki, əslində varlığındakı olan bütün potensialı xeyrə yönəltmiş olur. Tam tərsinə, əgər bir insanın məna gözü, onun ruhu həyatı pozulmuş, fitnənin, fəsadın içərisinə düşüb, kinin, nifrətin istilasına məhkum qalıbdırsa, belə bir insanın baxış bucağı da məhdudlaşır. Əslində o sadəcə baxdığı zaman dünyanı görür, maddiyyatı görür. O insan üçün halal və haram loğma anlayışı olmur. O insan üçün ümumiyyətlə ibadət və ibadətsizlik anlayışı ortaya çıxmır. O insan üçün ümumiyyətlə mənəvi dəyər anlayışı qıtlaşır və qüsurlaşır. Bu baxımdan o mənəvi aləmə yönəlmiş, yelkənini açmış bir həqiqi ruh sahibi olan bir sevgi insanının yönəldiyi aləm təbii ki, ilk Rəbbimizin rizasını qazanma mücadeləsidir. Bu sahədə o böyük bir sevgiyə, böyük bir şəfqətə, böyük bir mərhəmətə əslində məzhər olması üçün çalışır. Niyə? Onun ilk addımı əslində mənəvi dəyərini, mənəvi dünyasını formalaşdırmaqdır. Burada ən önəmli açar insanın o ruhani təfəkkürüdür. İnsan ruhani təfəkkür etdiyi zaman inanın ki, o insan sadəcə bir hüceyrənin bağrında qalmır, bir atomun içərisində qalmır. Nə də ki, bizi əhatə edən bu kiçik dünyanın belə, onun cazibəsindən aşır, bizi bağrına basan anamız sayılan bir yönü ilə günəşi və o günəşin əhatəsində olan planetləri, oradan biraz da yuxarı qalxaraq varlıq aləmini bizim üçün olan ilk planet sayılan və orada 250 milyard ulduzun olduğu bir sistemin içərisinə və bu süd yolu qalatkasının içərisindən daha böyük Andromeda qalatkasına və nəhayət varlıq aləmini əhatə edən trilyonlarla qalatkaları və nəhayət sonsuzluğa üz tutub dərinləşir. Niyə? Təfəkkürü var. Və eyni işin fərqli bir formasını bir atomun içərisinə girib onun yüzlərlə parçalanmış hissəsinə sonsuzluq kimi görünən o mikro aləmin içərisində bir dərin səyahətə gedir. Hansı istiqamətə gedirsə getsin, istər mikro, istər norma, istər makro aləmə Rəbbimizin sənət əsərləri ilə qarşı-qarşıya qalır və insan aciziyyətini başa düşür. Və bax, bu anlayış insana bir məna qazanır. Tamamilə doğru.